Bismillah. Bürclərin 23 Mart'a ən düz pul proqnozu. Budur, 23 Mart 2026 üçün ən aktual pul, maliyyə, bürc proqnozu. Ən son astroloji məlumatlara əsasən 23 Mart bürclərin pul proqnozu. Ümumilikdə bu gün maliyyə baxımından sabitlik və irəliləyiş günü sayılır. Xüsusilə Merkuri planetinin düz hərəkətə keçməsi pul və karyera sahəsində müsbət təsir yaradır. Qoç, pul baxımından yeni imkanlar var. Əlaqələr və tanışlıqlar vasitəsilə qazanc əldə edə bilərsən. Amma xərclərdə diqqətli ol. Boğa, zəhmətinin qarşılığını almağa başlayırsan. Bugün pul artımı və ya gəlir sabitliyi mümkündür. Əkizlər, biznes və ya iş sahəsində irəliləyiş var. Yeni ideyalar gəlir gətirə bilər. Əlaqələrdən pul qazanmaq şansı yüksəkdir. Xərçəng, pul gəlmə ehtimalı var. Xüsusilə köhnə işlərdən və ya gözlənilməz yerdən qazanc ola bilər. Şir, karyerada uğur bərabərdir pul artımı. Müqavilə, əməkdaşlıq və ya yeni iş təklifləri gəlir gətirə bilər. Qız, maliyyə baxımından stabillik var. Amma böyük risklərə girmə. Daha çox planlama günüdür. Tərəzi, ağıllı qərarlar pul gətirəcək. Yaradıcı fikirlər və gizli imkanlar qazanca çevrilə bilər. Əqrəb, dayanmış işlər açılır. Bu da maliyyə axınının yenidən başlaması deməkdir. Ox atan, pul vəziyyəti yaxşılaşır. Xüsusilə işdə bacarıqlarını gəlir gətirə bilər. Oğlaq, yeni layihələr və planlar uğurlu olacaq. Pul qazanmaq üçün yaxşı gündür. Dolça, maliyyə cəhdləri nəticə verir. Səbr etdiyin işlərdən qazanc gələ bilər. Balıq, pul var, amma xərclərə nəzarət lazımdır. Səhv qərarlar qazancı azalda bilər. Günün ən şanslı pul bürcləri: Şir, Boğa, Ox atan, Dolça.